Azərbaycanda noyabr ayında yağıntıların normadan az olması diqqət çəkib. Belə ki, ay ərzində cəmi 11 gün yağıntılı hava qeydə alınıb. Lənkəran, Astara zonasına normanın 17%, Bakı və Abşerana isə 35% düşüb. Bu vəziyyət ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri sözü gedən durumu narahat edici adlandırsa da, başqaları normal olduğunu düşünür. Əslində reallıq necədir? Yağıntıların miqdarı öncəki illərdə də belə olubmu? Qlobal İFO Bazal danışan biomuxtəliflik üzrə ekspert ekoloq Arzu Mustafayev bildirib ki, quraqlıq həmişə mövcud olub. Hətta qədim dövrlərdə yağışın yağması üçün dualar olunur. Heyvan və insan qurban verilirdi. Hazırda da bölgədə ciddi quraqlıq hökm sürür. Bunun nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Region ölkələrinin vəziyyəti göstərir ki, İranda su anbarları boşalıb, çaylarda su qalmayıb. Suriyanın ən böyük çaylarından biri olan Livandan başlayan və Türkiyənin Hatay bölgəsinə tökülən Oront çayı tamamilə quruyub. Su qıtlığı səbəbindən Hama rayonunda fermerlər əkin sahələrini kanalizasiya suları ilə suvarmağa məcbur qalıblar. Təəssüf ki, Azərbaycan da buna həm hazırlaşır, həm də bəzi bölgələrdə bu praktikanın tətbiqi ehtimal edilir. Bu isə kənd təsərrüfatı məhsullarının kimyəvi çirklənməsi ilə nəticələnə və dolayısıyla insanların sağlamlığına, o cümlədən onkoloji risklərin artmasına səbəb ola bilər. Ekoloq əlavə edib ki, Türkiyədə su anbarlarının quruması, Urmiya gölünün yox olması, Xəzərin geri çəkilməsi, Kür və Araz çaylarının su gətirmə qabiliyyətinin azalması ümumi mənzərəni daha da ağırlaşdırır. İyun-yul aylarında yağıntıların çox olmasına baxmayaraq, iyunun 26-dan temperaturun kəskin yüksəlməsi quraqlığın təsirini gücləndirib. Bu da yeraltı suların səviyyəsini aşağı salır. Meşəliklərdə quruma halları artır. Növbəti ildə nəticələr daha ağır şəkildə hiss edilir. Çünki əvvəlki nəmişlik bu yumşaldıcı effekti vermir. Hazırda ölkədə su anbarlarının sayını artırmaqla problemi həll etməyə çalışırlar. Məsələn, Şəkidə Əriçay su anbarı tikilir. Ancaq mövcud proses fonunda bu anbarları doldurmaq üçün kifayət qədər su tapılmayacağı ehtimalı böyükdür. Yeni anbarlara su yığılsa belə bu dəfə Kür çayına axacaq su azalacaq. Su təsərrüfatı ilə bağlı sahələrin bir-biri ilə əlaqəli şəkildə işləməməsi vəziyyəti daha da çətinləşdirir. Uzun illərdir deyilirdi ki, gələcək müharibələr torpaq uğrunda yox, su uğrunda olacaq. Həmin dövr artıq yaxınlaşır.